Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb. Bu barədə təbibdən məlumat verilib. Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib. Həkim müayinəsindən sonra pasientə dəqiqləşdirilməmiş beyindaxili qan sızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib, deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır. Qardaşının son vəziyyəti barədə əməkdar artist RTV-yə açıqlama verib. Narahat olmayın, vəziyyəti qənaətbəxşdir. KT-nin cavabını da belə göstərdi ki, yüksək təzyiqdən biraz qan sızma olub. Dünənə reanimasiyada oldu, müdaxilə oldu. İndi belə deyək, xəstəliyin dinamikası izlənilir. Narahat olmayın. Öpürəm hamınızı. Çox sağ olun, narahat olmayın. Nəzarətdədir. Həkimlərimiz sağ olsun, izləyirlər.